Salam əziz müəllimlər, xoş gördük hər birinizi. Sertifikasiyanın müsahibə mərhələsinə hazırlaşan müəllimlərimizə dəstək məqsədi ilə növbəti qəbul tipli sualların izahını təqdim edirəm. Əziz müəllimlər, bu tip sualların davamlı şəkildə müsahibəyə qədər kanalda yerləşdirilməsini istəyirsinizsə, kanala abunə olmağı, videolarımızı bəyənməyi və fikirlərinizi rəylər bölməsində qeyd etməyi unutmayın. Nəzərinizə çatdırım ki, artıq ödənişli 3 qrupla dərsə başlamışıq. Ödənişli 4 qrupuna da qeydiyyat davam edir. Əgər siz də müsahibəyə tam şəkildə hazır olmaq istəyirsinizsə, 050 505 1246 nömrəsini WhatsApp-na yazaraq ödənişli 4 qrupuna qeydiyyatdan keçə bilərsiniz. İndi isə gəlin sualların izahına baxaq. Birinci sual belədir. Qabaqcıl təhsilin məqsədi nə olmalıdır? Əziz müəllimlər, qabaqcıl təhsil deyəndə elə adından da məlum olduğu kimi nə olmalıdır? Yeniliklərlə ayaqlaşmalıyıq. Yəni, yenilikləri qəbul etməliyik. Sizdən müsahibədə soruşsalar ki, qabaqcıl təhsilin məqsədi nə olmalıdır? Deyəcəyik ki, cavab olaraq yeni təcrübəyə əsaslanaraq daim inkişaf etmək, təhsilin həm əsas xüsusiyyətinə, həm də məqsədinə çevrilməlidir. Qabaqcıl təhsil deyəndə artıq ənənəvi təhsili unutmalıyıq və yeniliklərlə ayaqlaşmalıyıq. Keçirik ikinci suala. İkinci sual belədir. Məktəbin əsas vəzifəsi nə olmalıdır? Yəni, məktəbdə əsas nəyə diqqət yetirilməlidir? Əsas məqsəd, vəzifə nə olmalıdır? Təbii ki, məktəb hər tərəfli uşaq üçün təhsili təmin etməlidir. Hər tərəfli uşaq deyəndə, əziz müəllimlər, biz bilirik ki, məktəbdə hər ailədən bir uşaq olur, bir şagird olur. Hər uşağın da bir xüsusiyyəti olur. Uşaq var sakitdir, uşaq var həddən artıq hiperaktivdir, yəni dəcəldir. Uşaq var ki, çox zəifdir, uşaq var çox savadlıdır. Məktəbin də əsas vəzifəsi odur ki, təhsil bütün şagirdlər üçün əlçatan olmalıdır və şagirdlərin ehtiyaclarına, maraqlarına mütləq, belə deyim, şagirdin ehtiyacını, maraqlarını ödəməlidir. Məktəbin əsas vəzifəsi odur ki, bütün şagirdlərin marağını, ehtiyacını, tələbatını ödəsin və bütün şagirdlər üçün əlçatan olsun. Şagird ayrı seçkiliyi olmasın. Sonra keçirik üçüncü sualın izahına. Sual belədir. Progressivist müəllimin rolu nədən ibarət olmalıdır? Progressivist müəllim deyəndə yenilikləri qəbul edən müəllim nəzərdə tutun. Yəni, müəllim şagirdlərə istiqamət verir, bir növ fasilitator rolunda iştirak edir, onlara məsləhətlər verir və ən əsası şagirdlərin təlimi rəhbərliyin və yaxud da ki, dərslikləri müəyyən etdiyi fən biliklərə əsasən deyil, öyrənənlərin maraqlarına əsaslanır. Yəni, progressivist müəllim deyəndə şagird yönümlülük prinsipinə əməl edən müəllim nəzərdə tutulur. Yəni, şagird istiqamətləndirir, şagirdə məsləhət verir və dərsi öyrənənin maraqlarına əsasən qurur. Biri var ki, hər hansısa bir kitabdan nə isə açırıq, şagirdə verir ki, mütləq bunu oxu. Yəni, bəyənsən də budur, bəyənməsən də budur. Biri də var ki, biz şagirdin marağını nəzərə alıb, o dərsi daha da rəngarəng edirik. Baxın, progressivist müəllim deyəndə şagirdi istiqamətləndirən, məsləhət verən və şagirdin marağına əsasən dərsi təşkil edən müəllim nəzərdə tutulur. Keçirik növbəti sualın izahına. Sual belədir. Sizə dərsi izah edin deyilir. İzah edən vaxt sözünüzü kəsirlər. Birdən bir şagird sizə bu cür mane olsa, nə edərsiniz? Əziz müəllimlər, məsələn, eləcə mən adi onlayn təlimlərdən nümunə gətirəcəm. Bəzən ixtisas dərslərində, yəni Azərbaycan dili dərslərində dərs keçdiyim yerdə müəllimlər mənim sözümü kəsirlər. Nəinki şagirdlər, hətta bu müəllimlər arasında da baş verir. Bu zaman, düzdür, mən həmişə birinci müəllimi qeydiyyatdan keçirən vaxtı bütün gedişatı izah edirəm ki, baxın müəllimlər, dərs prosesində izah verməyin, çünki həm müəllimlərin fikri yayınır, həm eyni zamanda öz fikrim dağılır, həm dərsin gedişatına mane olursunuz. Amma dərsdən sonra, yəni dərsi dayandıranda artıq, kaydı dayandıranda nə istəyirsinizsə sual verə bilərsiniz. Düzdür, bunu mən əvvəlcədən müəllimlərə deyirəm. Eləcə də
Biz bunu şagirdlərimizə də deyirik. Yəni dərs ilinin əvvəlində müəyyən prosedurlar, qaydalar, gözləntilər tətbiq edərkən biz bunu şagirdlərimizə başa salmalıyıq ki, baxın, mən dərsi keçəcəm. Tutaq ki, nəsə bir qaranlıq qalsa, bunu dərsin sonunda, mən izahı dayandırandan sonra verin. Yox, əgər şagird buna əməl etməyib, dərs gedə-gedə, mən dərsi lövhədə izah edə-edə mənə sual verirsə, təbii ki, bu mənim borcumdur ki, şagirdin sualını cavablandırım. Ümumiyyətlə, şagirdlər sual verə-verə öyrənirlər. Şagird bir dəfə sual verəcək, mən ona reaksiya verməyəcəm. Şagird düşüncəsi, şagird psixologiyası elədir ki, bu onu özündə pərt olmaq kimi qəbul edəcək. Və artıq şagird istəsə belə, maraqlansa belə, onun o qüruru, onun o müəyyən o psixologiyası əl verməyəcək ki, şagird bizə sual versin. Və biz də beləliklə nə etmiş oluruq? Şagirdin öyrənməsinin qarşısını almış oluruq. Yəni, bizə belə bir sual versələr ki, qısası, dərs izah edən zaman şagird sizin sözünüzü kəssə nə edərsiniz? Təbii ki, deyəcək ki, şagirdi sualına cavab veririk və qeyd edirik ki, həmin o sənin dediyin hissəyə birazdan gələcəyəm. Yəni, səbirli ol, mütləq sənin o sual verdiyin hissəni mən geniş şəkildə izah edəcəyəm. Yox, əgər şagirdi acılasaq, danlasaq, bəzən biz orta məktəbdə olanda belə deyilirdi. Adam böyüyün sözünü kəsməz. Düzdür. Amma baxır, artıq bu dərs prosesidir. Şagirdə maraqlıdır və şagird də ki, o sualı həmin an ünvanlamaq istəyir. Lazımdır ki, biz o şagirdin sualına cavab verək və qeyd edək ki, narahat olma, mütləq biz həmin sualı, belə deyim ki, sənə izah edəcək. Bax belə. Sonra, əziz müəllimlər, keçək növbəti, yəni sonuncu sualın izahına. Sual belədir. Sinifdə valideyn himayəsindən məhrum olmuş şagirdə necə yanaşarsınız? Bəzən olur ki, şagird valideyn himayəsindən məhrum olur. Bəzən elə olur ki, şagirdin ümumiyyətlə atası, anası olmur. Belə hallara biz rast gəlmişik. Bu tip hallar olubdur. Bu tip hallarda da biz deyə bilmərik ki, mən şagirdə xüsusi qayğı göstərərəm. Bu ifadə yanlış ifadədir. Ola bilər, getdiniz müsahibəyə və sual verdilər ki, sinifdə valideyn himayəsindən məhrum olmuş şagird var. O şagirdə necə yanaşarsınız? Deməyin ki, xüsusi qayğı göstərərəm. Bunu desəz, artıq inanın ki, biləcəklər ki, siz artıq ya dərslərin izahına baxmamısınız, ya sinifdə düzgün şəkildə belə deyim, sinifə əl ala bilmirsiniz. Nəsə bu suala görə Allah etməsin sizin balınızı kəsmiş olarlar. Bu da sonu pis nəticələnə bilər. Yəni biz deməliyik ki, təlimdə bərabər imkanlar prinsipini qoruyaram, bütün şagirdlərə eyni cür yanaşaram. Düzdür, ola bilər ki, mən dərsdən əlavə, dərsdən sonra həmin şagirdə qayğı göstərərəm. Bəli, ola bilər ki, məsələn, mən o şagirdlə gəzintiyə gedə bilərəm. Ola bilər onun ad günü olar, mən şagirdin evinə gedərəm, məsələn, şagirdə digər şagirdlərdən seçərəm. Bu normal bir haldır. Yəni, mənə elə gəlir ki, hər bir insan bunu edir. Amma dərs prosesində etməyimiz düzgün deyil. Düzdür, indi müəllim ürəyi bəlkə dərs prosesində də bunu edirik. Ediriksə də bunu deməyək. Yəni, bu düzgün bir şey deyil, əziz müəllimlər. Ola bilər ki, rəylərdə bəzi müəllimlər qeyd edir ki, indi biz gedək orada yalan danışaq. Yox, əziz müəllimlər. Yəni, bəzi elə şeylər var ki, düzdür, biz onu əslində məktəbdə o tip tətbiq etmirik, amma əslində etməliyik. Etməli olacağımızı biz orada müsahibədə deyirik də. Mən sizə demirəm yalan danışın, amma reallıq budur ki, bəzən ürəyimiz dözmür ki, bu uşağın atası, anası yoxdur, onun qəlbini qıra bilmirik. Amma əslində bizim etdiyimiz düzgün deyil. Həm bu şagirdin psixologiyasına belə yeridirik ki, mütləq hamı sənə güzəşt etməlidir. Və o şagird fikirləşir ki, mütləq mənə gələcəkdə də hamı hörmət etməlidir. Mənə hər bir şeydə güzəşt olunmalıdır. Həm də digər şagirdlər adından da məlum olduğu kimi bu şagirddir, bunun yaşı azdır. Bunu başa düşmürlər və o şagirdə qarşı bullying də yarada bilərlər, o şagirdə qarşı ürəklərində kin də ola bilər. Bunlar yəni məktəbdə hər bir müəllimin başına gələn real hadisələrdir ki, hər birimiz bundan qarşılaşırıq. Məsələn, mən orta məktəbdə oxuyanda mənim sinif yoldaşımın anası rəhmətə getmişdi. Mənim ibtidai sinif müəllimim ona daha yaxşı davranırdı. Hiss edirdim ki, mən və mənim kimi bəzi
sinif yoldaşlarımın təxmini 1-ci sinifdə oxuyardıq, 1-də 2-də oxuyardıq. O şagirdə qarşı sanki biraz paxıllığı tuturdu. Düzdür, indi olsaq təbii ki, ürəyimiz acıyar. Amma o dövrdə biz onu başa düşmürdük. Fikirləşirdik ki, müəllim niyə onun saçını sığallayır, niyə ona qayğı göstərir? Yəni bu səbəbdən də biz bu tip uşaqlara dərs prosesində digər uşaqlardan fərqli yanaşa bilmərik. Əgər fərqli yanaşsaq, o uşaqlar arasında həm problem yarana bilər, həm də digər o şagird ki var, o şagirddə belə bir fikir formalaşacaq ki, hamı mütləq mənə hörmət etməlidir, şagirddə də biraz rahatlıq yaratmış olarıq. Belə. Əziz müəllimlər, bugünlük izahım bu qədər. Ümidvaram ki, izahlarımız sizlər üçün azacıq da olsa faydalı oldu. Nəzərinizə çatdırım ki, bu izahlarım sizlər üçün ödənişsiz şəkildə təşkil olunur. Qeyd edim ki, artıq ödənişli 4 qrupu da yaxın günlərdə dərsə başlayacaq. Əgər sizlər də müsahibəyə tam şəkildə belə deyim ki, müsahibədə sizə verilə biləcək bütün suallara cavab tapmaq istəyirsinizsə və tam şəkildə hazır olmaq istəyirsinizsə, ödənişli canlı dərslərimizə qoşula bilərsiniz. Dərslər onlayn şəkildə Zoom platforması üzərindən təmin edilir. Bunun üçün də 050 505 1246 nömrəsini WhatsApp-dan yazaraq qeydiyyatdan keçə bilərsiniz. Sağ olun, inşallah ki, növbəti izahlarda görüşənədək.